Sən indi Qoç bürcünün enerjisini dinləyirsənsə, deməli ya özün Qoçsan, ya da həyatında səni silkələyən, temp verən, dəyişdirən bir Qoç var. Çünki Qoç insanı təsadüfən maraqlandırmır. Onlarla ya cazibə yaranır, ya da tam əksinə. Qoç heç vaxt neytral enerji deyil. Qoç zodiakın ilk nəfəsi, ilk addımı, ilk qığılcımıdır. Onların içində başlama gücü var. Bir iş dayanıbsa, bir mühitdə enerji çatmırsa, Qoç oraya daxil olanda hər şey hərəkətə gəlir. Qoç üçün dayanmaq təbiətə ziddir. Onların ruhu hərəkətlə qidalanır. Qoç dedikdə ağla alov gəlir. Amma bu alov sabit soba istiliyi deyil. Qoçun alovu intuitivdir, impulsivdir, qəfil böyüyür, yolunu dəyişir, ətrafındakiləri isidir, bəzən də silkələyir. Ən maraqlısı isə budur. Qoçu tanıdığını düşündüyün halda, o birdən tamam başqa tərəfini göstərir. Onlar kopyası olmayan bir bürcdür. Qoçun xarakterinin iki qatını unutma. Birincisi cəngavər enerjisi. Hər şeyə düz gedirlər, qorxmadan. Qəribədir, amma Qoç ən təhlükəli anda da özünü düşünməyi unuda bilər. Çünki ədalət hissi çox güclüdür. İkincisi, uşaq saflığı. İnandıqda tam inanır. Sevinəndə bütün varlığı ilə sevinir. İncisə belə uzun çəkmir. Onların içində həm döyüşçü, həm də təmiz ürəkli bir uşaq yaşayır. Elə bu kombinasiyada onları unudulmaz edir. Gəl keçək Qoçun sevgi enerjisinə. Qoç sevəndə sadəcə sevmir, həyat verir. Yanındakı insanın tempini qaldırır, ruhuna rəng qatır, gündəlik həyatı adi axından çıxarır. Qoç sevgisi həyəcanlıdır, təmizdir, çox canlıdır. Qoç birinə qarşı heç vaxt yarım hiss yaşamır. Bu bürcün emosiyası ya yandırır, ya da söndürür. Amma o hissin nə olduğunu yalnız Qoçun öz gözlərindən oxuya bilirsən. Onlar hisslərini sözlə yox, hərəkətlə göstərirlər. Yaxın gəlmək istəyir, addım atır. Uzaqlaşmaq istəyir, səsini belə dəyişir. Bəzən tələsik olmaları onların ən böyük çətinliyinə çevrilir. Qoç bəzən mənzərəni deyil, məqsədi görür. Ona görə də hərdən qarşıdakının ritmini unudur. Amma məhz bu impulsivlik çoxlarının heç vaxt cürət etmədiyi işləri etməyə şərait yaradır. Dünya elə belə cəsarətli insanların hesabına dəyişib. İş həyatında Qoç yarışdan qaçmır. Əksinə, rəqabət onların içindəki enerjini oyadır. Bir Qoça bacarmayacaqsan demək, yanacaq əlavə eləmək kimidir. O andan sonra geriyə yol olmur. Amma gəlin, Qoçun zəif deyil, sadəcə gizli tərəflərinə də baxaq. Qoç özünü hər zaman güclü göstərir. Amma içində çox incə bir həssaslıq gizlənir. Dəyər verilməmək qorxusu. Bu səbəbdən diqqəti sevirlər. Dəyərləndirilməyi sevirlər. Onlara bir cümlə ilə güc verə bilərsən. Bir cümlə ilə də paramparça edə bilərsən. Onlar susar, amma unutmaz. Sadəcə içində analiz edərlər. Qəribədir, amma Qoç həm ən çox yarımçıq layihə yaradan, həm də ən böyük nəticələrə çatan bürcdür. Çünki onların içindəki qığılcımlar daim artır. Hansı qığılcımın böyük nəticəyə çevriləcəyini isə çox vaxt sonradan anlayırlar. Qoç bürcü həyatımıza niyə girir? Sakitlik gətirmək üçün yox, oyanış gətirmək üçün. Bizdə dayanmış enerjini hərəkətə gətirir, yeni səhifələr açır, risklərə cəsarət verir, həyat duyğusunu gücləndirir. Qoçun alovu ətrafı işıqlandırır. Əgər bu səsi, bu enerjini sevdinsə,
Şərhlərə bir tək alov işarəsi qoy. Qoy görüm kimlər videonu sonadək izləyib. Və unutma, bu enerjini sevdinsə, bəyənni bas, kanala abunə ol. Burada bürcləri ilə danışacağam ki, səsimlə bürcün enerjisi birləşəcək. Bu kanalı fərqli edən də elə bu olacaq.